Yeni texnologiya inyeksiya üçün böyük iynələri aradan qaldıracaq. Ənənəvi olaraq bəzi dərmanlar dərinin altında dərman üçün rezervuar təşkil edən polimerlərin yüksək konsentrasiyasına görə böyük iynələr tələb edir. Stanford və MIT alimləri dərmanın mikrokristallarının yaradılmasına və onların xüsusi həll edicidə dayandırılmasına əsaslanan slime texnologiyasını işlədib hazırlayıblar. İnyeksiyadan sonra kristallar öz-özünə dərmanın anbarına yığılır və onu yavaş-yavaş qana buraxır. Bu üsul dərmanın buraxılma sürətinə nəzarət etmək üçün minimum miqdarda polimer tələb edir. Siçovullarda aparılan tədqiqatlar göstərib ki, dərmanın 85%-dən çoxu 97 gün ərzində anbarlarda qalır. Bu, 6 aydan 2 ilə qədər buraxılan dərmanlar yaratmaq üçün slime metodundan istifadə etməyə imkan verir. Texnologiya insan immun çatışmazlığı virusu, vərəm və digər xəstəliklərin müalicəsində, xüsusən səhiyyə xidmətinə çıxışı məhdud olan ucqar ərazilərdə istifadə oluna bilər.